Sosial şəbəkələrdə son zamanların məşhur trendi ASMR videolarını insanların çoxu izləyir. Həmin videolarda səslər incə şəkildə qeydə alınır. Məsələn, sabun kəsərkən, yemək yeyərkən və yaxud müxtəlif əşyalar vasitəsilə çıxan səslər əksər şəxslərə müsbət təsir göstərir, sanki bir dinclik və rahatlıq tapırlar. Psixoloq Gövhər Məmmədova deyir ki, bu videolara baxdıqca, qulaq asdıqca insanların beyinlərində sinir boşalması yaranır. Həmçinin endorfin hormonu salgılanır. Bəs endorfin hormonu nəyə kömək edir? Endorfin, belə desək, bədənin təbii ağrı kəsicidir. Həmçinin bu zaman stressdən azad olunur. Çünki endorfin stres zamanı salgılanan hormondur. Bir çox insan onu yuxu öncəsi edir və onlarda gözəl yuxuya getməyə səbəb olur. Mütəxəssislər sözügedən səslərin faydalarını nəzərə alaraq bunu kiçik bir meditasiya növü də adlandırırlar. Zərintac Mayız qızı, Təbriz Quliyev, Misya TV.